Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve sahbihi ve men istenne bi sünnetihi ila yevmil ceza ve selleme teslimen kethira. Ama ba'du. Allahu Teala'ya tekarrub olarak yakınlaştıran taatler, ibadetler, el-kurab çoktu. Onların arasında bazıları hakikaten çok çetindi. Onlardan da biri el-emru bil ma'rufi ve nehy anil munkar. Yaxşılıkları emretmek ve pisliklerden çekindirmek. Tabii ki insan tabında, insan cibilli fitretinde insan sevmiyor ki kimse onu gınasın. Allah husus üzüne. Allah husus onu qırağa çeksin ve ona neyse tembih etsin. Neyse ona emretsin. Ha? Nedense çekindirsin. Bunu insan sevmir. Ona göre qədimdə selefler görerdin ki onlardan biri diğerine diyerdi ki ya imam o kadar pisliklerden çekindirdin ve insanları yaxşılığa çağırdın ki korkuran biri geçse etrafında hiç kim kalmayacak. Çünkü insanlar sevmir. İnsanların her birinin bir gururu, bir şahsiyeti var. Sevmir ki kimse ona nəsə öğretsin, tembih etsin. Ansızsa bir şey onda qınaq tutsun. Nedense çekindirsin. İnsanlar bunu sevmir. İlla men rahimallah. Yalnız Allah'ın merhameti altında olanlar ve onlar da çok azdı. Ve burada bir hastalık doğurur. Yer üzerinde Allah'a asi olunan ilk hastalık. El-kibru, tekebbürlük. El-kibru, tekebbürlük. Bil ve agah ol ki aziz kardeşim, yer üzerinde Allah'a asi olunan ilk günah da budur. Ve tekebbürlük mezemmetlidir. Allah katında bagîdun, gazebe gelen, Allah'ın sevmediği bir şeydir. Ve tekebbürlük hisletini özünde ihtiva eden kes, imam ve örnek olarak özüne ne az ne çok iblisi götürüp. Onun örneği, çünkü tekebbürlüğün tesennüsünü ilk defa yer üzerine sünne ile kimdi? İblis. Şeytanirracim. Ve tekebbürlükten payı olan insanlar sanki onun sünnesine tabi olmuş olurlar. Kâle ene hayrun min. Halakteni min nârin ve halaktehu min tin. Dedi ki ben ondan daha hayırlıyım. Sen beni ottan, onusa kilden yarattın. Kâle escudu limen halakte tîne. Kilden yarattığın şeye secde edeceğim. Kâle mâ mena'ake ellâ tescude iz emartuk. Sana emrettiğim bir halde. Seni secdeden yayındıran nedir? Kâle ene hayrun min. Buna göre bu günah büyüktür. Yani tekebbürlüğün fesatları da var mı? Öyle besilir ki melekut aleminde cinlerden olmağına rağmen ibadette meleklerle yarışan, cennette yaşayan sonradan olur la'in eşşeytanirracim. Bu bes değil mi? Tekebbürün fesatları büyüktür. Yani böyle düz anladınız. Tekebbür ahireti elden götürebilir. Ahiretimizi alabilir, ahiretimizi alabilir. Ne ki ahiretimizi, inanın ki dünyamızı da ahiretimizi de elden alabilir. O kadar tekebbürlük, korkulu hastalıktır. Yaxşı dediklerine subutlar var. Zaten getirdiğim ayetler Kur'an-ı Kerim'den. Hemçinin El-A'raf 146. ayet-i kerimeye nazar sal. Allah subhanahu teala buyuruyor ki se'asrifu an ayatiyellezine yetekebberun fil ardı bi gayril hak. Yer üzerinde hak etmeden tekebbürlük edenlere gelende onlara ayetlerimi anlamağa qadağan edeceğim. Se'asrifu, ayetlerimi anlamayacaklar. Mucizelerimi, nişanelerimi, gönderdiğim ayetlerimi görmezden gelecekler, görmeyecekler, qadağan edeceğim. Se'asrifu, onları yayındıracağım. Kimleri? Yer üzerinde tekebbürlük eden. Çünkü tekebbürlük etmeyi onların hakkı değil ki hem yer üzerinde tekebbürlük etsinler. Ve in yarav kulle ayetin la yu'minu biha.
Ne kadar mucizeler onlara gösterilse onlar iman etmeyecekler. Ay Allah, demek ki tekebbürlük insanın imanın külli gitmesine de getirip çıkartabilir. Subhanallah. Yani hatta açık mucizeler gelse görmeyecek. Bəli, tekebbürlüğün fesadı geldi. Öyledir ki artık ayetleri bile görmeyebilir. Ve in yarav sebile rüşdi la yettehizuhu sebila. Onlara düz yol gösterende götürmeyecekler. Tekebbürlük koymur. Ve in yarav sebilel gayyi yettehizu sebila. Eğer onlara azgın bir yol gösterseler o yola düşecekler. Bak tekebbürün fesatları. Hemçinin bil ve agah ol ki Allah Teala tekebbürlü olanları sevmir. Tesevvül Allah seni sevmir. Bu ne demektir? Sen Allah'ı sevirsen ama senin haberin yoktur ki Allah seni sevmir. Delil innehu la yuhibbul mustekbirin. En-Nahl 23. ayet-i kerime. Şüphesiz ki Allah tekebbürlü olanları sevmez. Niye göre? Çünkü tekebbürlük Allah Subhanahu Teala'nın sıfatındandır. El-kibru el-vel-kibriya. Ve Allah Subhanahu Teala'nın isim ve sıfatlarına el-mutekebbir vel-kibriya Allah'tan başka hiç kime yaraşmır. Ulema çok güzel istinbat eder. Der ki eğer yer üzerinde tekebbürlük bizden yani beşerden, mehlukattan kimese yaraşsaydı o zaman Muhammed'e yaraşardı. Sallallahu aleyhi ve sellem. Çünkü nedir? Adem evladının ağası. Bir. Hatemel enbiya vel murselin. Bütün enbiya vel mursel peygamberlerin hamısının hatemidir. Seyyidül beşer. Beşerin ağasıdır. Bununla beraber Allah Subhanahu Teala'nın mahsus yani sıfatlarının olduğuna göre el kibriya'u vel azama peygambere bile yaraşmadı. Yaraşsaydı kimelse, uygun olsaydı ona yaraşardı. Bununla beraber sen Allah Nebisi sallallahu aleyhi ve sellemi insanların en tevazukar olanı görerdin. Görerdin ki oturup derste bak böyle minberde bir kızcağız içeri girir. Medine ehlindendir. Evini itirip ünvanını tapabilmir. Ve gelir dersin ortasında insanları aralaya Allah Nebisi sallallahu aleyhi ve sellem minberde oturan yerde elini onun elinin içine koyur. Ve tir esir. Kızcağız uşaktır. Evini bilmir. Allah Resulü'nün tevazukarlığına bakın dersi yarımçıq kesir. Ne kışkırır, ne bağırır, ne demir ki görmürsen ben ders veririm, müvize veririm vesaire ile ahir. Başa düşür ki bu uşaq itib evini tapabilmir Medine'de. Allah Resulü insanları yarımçıq muhazirəni bu şekilde onları terk edir ve kız uşağın eline tutur ve bütün şehri gezir Medine'ni. Ta ki onun evini tapana kimi. Hemşin Ayşe anamızdan soruşanda Allah Nebisi sallallahu aleyhi ve sellem neceydi evde? Dedi o özü kuzunu koyunu yanı sağardı. Süt sağardı. Ayakkabısının kendilerinin bağlarını özü tokuyardı. Paltarını özü hazırlayardı. Ve ev aile işlerinde hayat yoldaşına kömek olardı. Allahu Ekber. Niye göre? Ve birisiz ki Allah Nebisi sallallahu aleyhi ve sellem tevazukarlıkta en mükemmel nümune de özüdür. Çünkü el-kibriya tekebbürlük vel azama Allah'a mahsustur. Bakın Sahih Müslim'in hadisini dinleyek. Aslında hadiste bir tehdit var. Allah Subhanahu Teala buyurur hadis kudusudur. El-kibriya'u ridai vel azametu izari. Kibriye benim ridam ve azame teazim göstermekte övgü benim izarımdır. Femen nazaani vahiden minhuma elqaytuhu fi cehennem. Kim bu iki şeyden birinde benim ile tartışarsa onu üst üste cehenneme tullayarım. Hadisi Ravahu Muslim, İmam Muslim. Ne demektir izar? İhramı gördünüz mü ümrede, hecde? İzar sizin göbeğin üzerinden bağladığınız ta topukların üzerine kimi yakınlaşan hemin o paltardır. Ona izar deyilir. Rida nedir? Üstten giyinilen paltardır. Yaxşı bu hadisin mənası nedir? O demektir ki Allah Subhanahu Teala'nın izarı ve ridası var. Hakiki manada yok. Burada teşbih neyedir?
Temsil neyədir? Yəni necə sən ehramdayken sana mahsus olan bir şey varsa, o da senin izarın ve ridan, ondan başka senin üzerinde hiç ne yoktu bilirsiniz. İhramdayken insanın üzerinde başka şey olmur. Onu senden götürme olmaz. Kim ihtiyar var onu senden götürsün? O senin mahsus bir şeydir. Düzdü mü? Ve her bir həcci adayının izarı ve ridası özüne mahsustur. Kim onu senden götürebilir? Onsuz sen artık hiç neye yaramırsın, öyle değil mi? Burada teşbih yani kibriya, tekebbürlük benim izarımdır. Bana mahsus bir şeydi. Hiç kim ihtiyarı yoktu onu yani. Ve ridamdaki el-azama, övgü, tazim göstermek. Kim bu iki şeyi menden, iki şeyden birini menden hatta der ki almak istese, yani özüne yaraştırmak istese, onu özü üstüne cehenneme ataram. Çünkü Allah-u Teala'dan başka el-kibriye hiç kime yaraşmıyor. Allah-u Teala el-mutekebbir. El-azimu subhanahu teala. Ama biz insanlar neyinirik? Herden kibirlik gösterdik. Ve nasihat ilende nasihat kabul edilmedik. Neye göre? Şek yoktu ki her birimizin içerisinde kibir var. Kimse onu söndürür, örtür. Kimse onu üze verir, büruza verir. Bu bela budur. Ve diğer hadis-i şerifte Allah Nebisi sallallahu aleyhi ve sellem buyurur ki La yedhulul cennete men kana fi kalbihi miskale zerreti min kibir. Kalbinde miskal zerresi kadar böyle kibir olan cennete dahil olmaz. Miskal zerresi kadar. Bir kişi soruştu ki ya Resulallah, bir kişi sevir ki onun paltarı çok sünkar olsun, güzel olsun. Ya da ki ayakkabısı çok güzel olsun. Sanki kişi soruşur ki bu da tekebbürlüktendir mi eğer böyle etsem? Allah Nebisi sallallahu aleyhi ve sellem buyurur ki hayır. El kibru batral hakki ve gamtun nas. Kibrin tarifini bize Allah Nebisi sallallahu aleyhi ve sellem veredir. Kibir ne demektir? Batral hak. Şerhi ne demektir? İstinkafu an kabulihi. Kibir tövsiyeni kabul etmemek. Onu reddetmek. Haklı Allah Allah. Onu üze çırpmak. Ona karşı yani kibir göstermek mesbudur. Onu karşılamamak. Adam sana hak söyledi. Adam sana tövsiye eledi. Adam senin için yaxşılıq elədi. Rüsva eləmədi mi ki? Cemaatin içinde eləmədi ki? Elinden tuttu, qırağa çekti, kulağını elədi. Ha? Neydi onun günahı? Dişinden çıkan ona deyirsən, alçaldırsan, təhkir edirsən. Çünkü sen özünü her şeyden üstün, herkesten üstün mü bilirsən ve ona yukarıdan aşağı baksan, bu da ikinci tarafıdır. İkinci taraf nedir? Vagamtun nas, rezil etmek, özünü yukarıda görmek, onu yukarıdan aşağı bakmak ve onu alçaltmak. Kibrin tarifi ne demektir? Demeli, kibrin tarifi batarul hak, hakkı kabul etmir, onu reddelir, inkar edir, ona hakikat söylerler. Bak İmam Şafii. İmam Şafii fıkıh mezhebinde asırdan sonra namazı qadağan görürdü. Bir defa gelir mescid-i asırdan sonra oturur, mağribi gözlüyor. Bir uşak gelir onu tanımır. Deyir, ey koca, ay kişi, ay şeyh, kum, farka, kalk ve rukuyla. İmam Şafii kalkır ayağa, Allahu Ekber başlayır 2 rekat namaz kılmağa. Şagirdler görür, tecrübelenir. Fikirleşir ki İmam Şafii'ye göre bu vakit namaz kılmak olmaz. Niye durup 2 rekat kıldı? Özde hansısa bir uşak kışkırdı ona. Uşak, sefih, balaca. Ya imam, belə hele sen bəs görmürdün, bəs niye kalkıp kıldın? Deyir, qorxdum ki kıyamet günü mənə deyilər və izə qilə ləhum irka'u la yerka'un. Veylun yevme izin lil mukezzibin. Onlara, yani kafirlere, kıyamet günü dünyadayken ruku edin, yani namaz kılın deyiləndə onlar ruku edenlerden olmadı. Korktum ki bu mənə deyilər. Bakın körpə səfih uşaq onun belə tövsiyesini qəbul etdi. Bak bu təvəzzükarlıqdır. Bu kibirin əksidir. Allahu Ekber. Yaxşı. Bəs kibire sebep olan şeyler nedir? Kibire sebep olan herden müsbət cəhətlər de olur. Misal üçün, alimin ilmi herden onu azdırabilir.
Elhamdülillah sünni alimlərdə, sələflərdə bunu mən görmədim. Onlar elmdə qalxdıqca hep təvazükar olar, daha da alçaq könüllü, daha da yəni ağac bar verdikcə başını əyən kimi onları elə gördüm mən. Böyük alimləri hep belə gördüm. Adətən tariqat cəmaatlarında, bidat əhlinin alimlərində kibir görərsən. Görərsən ki, müridlər onlar üçün qapı açar, qapı bağlayar, az qalba səcdə eləyər, o da var hətta bilirsiniz bidat əhlində. Və onlara təzim göstərər, onlara sual verməyə bir ixtiyarları yoxdur. Hətta ixtiyarı yoxdur, soruşsun ki, hocam bunun dəlili nədir? O bidat əhlindədir. Amma sünni əhlində yox. Sünni əhlində təbii ki, alimə təzim göstərəcək, hörmət göstərəcək, ehtiram göstərəcək. Alim də öz təvəzzükarlığını itirməyəcək. Təvəzzükarlığını itirməyəcəkdir. Və deyir ki, kitabın müəllifi və görərsən ki, hərdən bəzi alimlərdə bu olur. Onlar hesab ederlər ki, onların elmi onlar insanlardan üstün etmiştir. Çünki onlar fəzilət sahibidir. Allaha daha yaxındır və bu onlarda şeytan tərəfindən onların qəlbinə kibirlik xəstəliyini atar. Onlar insanları istifadə edərlər. İstifadə edərlər. Allahu Akbar. Həmçinin kibirin səbəblərindən nəsil nəcabət. Həsəb və nəsəb ərəbcə deyirlər. Biz xan nəslindəki qardaş. Bizim dədəmiz xan olub. Atalarımız da bey olub. Biz bey nəslindəyik və yuxarı insanlara yuxarıdan aşağı baxır. İnsanları alçaldır. Kimsə nə gedə? Soranın oğlusa atasının adı çəkmir qəsdən. Sanki alçaldır. Sanki deyir ki, sən əslin nəslin yoxdur. Sənin kökün soyun yoxdur. Belə insanlar var. Belə insanlar var. Neynilər? Nəsəb, nəcabətlə kibirlənirlər. Və bu cahiliyə əməlidir. Allah Nəbisi sallallahu aleyhi ve sellem bu şeydən möhkəm həzər etdirib və bu cahili əməlinə qayıdacaqsınız. Və çalışın bunu etməyin və qayıtmayın, onlardan olmayın belə zəcir edib, onları çəkindirib. Və hədə min fi'li cahiliyyə. Və bu çox pis şeydir. Həmçinin buna misallardan qardaşlar, baxın, Əbu Zər Əl-Ğifari tanıyırsınız da, sahabi yüncəlir. Əbu Zər Əl-Ğifari, Ğifari qəbiləsindəndir. Tamam. Deyir ki, radiyallahu anhu, bir dəfə Allah Nəbisi sallallahu aleyhi ve sellemin önündə başqa bir kişi ilə ağızlaşdım. Yəni ağız davası da möhkəm söhbət yəni ağızlaşdım, yəni ağızla dava etdim. Ona sözdüm, bu sözdüm və onu alçaltdım. Yəni onu anasının nisbəti ilə çağırdım. Ay filan kəsin oğlu. Necə bayla misal gətirəm. Sonra nə olursa, bildi necə. Yəni və bu Allah Nəbisi sallallahu aleyhi ve sellemin önündə oldu. Allah Nəbisi bunu gördü və çox qəzəbləndi. Və gəlib bana dedi ki, kimə? Əbu Zər kimi sahabəyə. Ya Əbə Zər, innəkə imruun fikə cahiliyyə. Ey Əbu Zər, sən elə bir kişisən ki, səndə hələm də cahillikdən əlamət qalıb. Sən elə bir kişisən ki, səndə hələm də cahillikdən əlamət qalıb. Yəni İslam'a daxil olandan sonra o söhbət qutardı. Mən Ğifari qəbiləsindənəm, sənsə Həbəşistandan gəlmisən, sən Südabənin oğlusan, Sonanın oğlusan, böyle söhbətlər olmaz eləmək. Bu İslamda bunların heç bir əhəmiyyəti, heç bir şey mənası yoxdur. Ola bilsin ki, sənin təhkir etdiyin, alçaldığın insan səndən əfsədir Allah qatında. Elmi ilə, əməli ilə, zühdü ilə, təqvası ilə, hər şey ilə. Nə olsun, nəsil nəcabət yoxdur. Nəsil nəcabət nə önə çəkmir, nə də arxaya. Heç bir fayda vermir. Qiyamət günü 100%. Dünyada hardasa, nəsə faydası olur. Ahirətdə heç faydası yoxdur. Ahirətdə fayda verən yalnız sənin təqvandır. Ondan da meydana gələn, səmərəsi olan əməlindir. Və zamanımızın, gözəl Bakı şəhərimizin ən məşhur xəstəliklərindən də biri sərvət, var dövlətlə kibirlik xəstəliyinə düşmək. Qardaşım Qaqam Range Rover'lə gəlir namaza. Maşallah, Allah artıq eləsin, o gün olsun Rolls Royce-la gələsən. Ancaq sevinə bilərəm. Allah mübərik. O bursu Qalin Wagen-lə gəlir. Qardaş, o gün olsun Maybach-la gəl. Ondan da bahadır. Bentley də bahadır. Mən ancaq sevinə bilərəm. Amma bu o demək deyil ki, mən sənə salam verəndə salamı versən. Üzü oradadır, mən burada qalmışam. Üzü oradadır, barmağın ucuna verir.
Kardeş, ne olubdu, nə xəbərdir, nə baş vermiş? İslamı sənə Azərbaycana gətirmişsən, insanları oddan sən qurtarmışsan, nura sən dəvət eləmişsən. Nədir sən belə? Pulun çoxdur, Allah artıq eləsin. Allah bərəkət versin. O gün olsun saraylarda yaşayasan. Sənin bağ evin başlasın, bilgədən, şuvalanına Mərdəkəndə qutarsın. O Borçalıların sözü var, baş atağına, laf artıq olsun. O problem deyil, insanlar niyə alçadırsan? Mədinə tələbəsidir, Allah bərəkət versin. Elə xeyr ondadır. Niyə sual verəndə cavabı dinləmirsən? Nədir onun günahı? Pul yoxdur, buna görə. Bu iş deyil. Bu iş deyil, bu iş deyil. Və bu qorxunç xəstəlikdir. Görürsən, həm insanlarda acayip bir təkəbbürlük var. Malı ilə. Qardaş, mal səndə xəbərin var, girovdur. Ölənə kimidir. Öləndən sonra səndən alıb başqasına verəcəklər. Xəbərin var sənin. Sən buradan çıxmaqla, bax necə var idi, elə sənin əlinə götürüb başqasına verəcəklər. Sarayların, maşınların, kupçaların, villaların, hesabların, hamısı. Sən nəyini övünürdün? Sənin yuxarıdan aşağı baxdığın insan səndən bilsə nə qədər varlıdır. O bir dünyada biləcək. Gəlib yalvaracaqsan ki, şeyx, sənin savabın çoxdur, bəlkə biraz mənə verəsən. Görüb səni qarşılayacaq o. Zənginlik qəlbin zənginliyidir. Zənginlik əməlləndir. Sərvətdir, val, dövlət, bunlar fanidir. Bunlar illüziyadır. Günləri səndədir. Dünən filan kəsdəydi, xəbərin var. Sırahı gün başqasındaydı, xəbərin var. Sabah başqasında olacaq. Bir nəfər demiş ki, ey ata, sən bilmirsən hələm sən bu evlə neçə nəfər girib çıxacaq. Ata deyir ki, bu evi sənə verməyəcəm. Oğluna bir dəfə deyir. Ata saray tikib. Deyir ki, bax, evimi özümə tikmişəm, sənə verməyəcəm. Oğlu qayıdır deyir ki, ey ata, hələm sən bilmirsən bu evlərə kimlər girib, kimlər çıxacaq. Allah vermə mənə. Allah səndən götürüb başqasına verəcək. Sonra ona götürüb başqasına verəcək. Sonra ona götürüb başqasına verəcək. Ey, nəyi qoy bax, axtarsan. Heç biri bizim deyil, sən nə danışsan? İbrət, Allah akbar. Bu, var dövlətlə, sərvətlə, yəni təkəbbürlük eləmək, övünmək ən ilgəncdir. Nəsəb nəcəbətdən sonra. Həqiqətən yaraşmaz, yəni, subhanallah. Və təsəvvürlə elm tələbəsi, zavallı, gəlir həmin qardaşa haqqı tövsiyə edir. Haqqı tövsiyə elə bilərsən onu. Onun qəlbində elə bir xəstəlik kök atıb, mamır atıb, yaşıllaşıb. O, səndən qəbul eləməyəcək. Sən kimsən mənə tövsiyə eləsin? Az qal bunu desin. Sadəcə etikadan da, edəbdən də ki, bunu deməsin də. Hər halda elm tələbəsidir. Umul Quranı qutarıb, Mədinə qutarıb. Az qal bunu desin. Yəni o insanlar getsinlər, alimlər nə deyir bu müalicəsi? Birinci təkəbbürlük ağacının kolunu kökündən kəs qəlbində. Çoxlu istiğfar tövbə elə, ölümü xatırla. Dünyanın yalancı fain olmanı xatırla. Qəbirdə əməllərimin çatışmamazlığını xatırla. Rəbbinə hesab verməyini xatırla. Qiyamət günü fəzilət sahiblərinin, əməl sahiblərinin səndən nə qədər varlı, zəngin və nə qədər üstün olmağını qiyamət günü xatırla indən. O müalicə ilə özü. Yəni bu iş deyil, yəni bu nə təkəbbürlükdür belə. Onlardan birinə gəlsən, yaxşılıq istəyirsən, tövsiyə edirsən, biraz duruxur, biraz təşəkkür edir, sonra gedir evə, arxada sən gelir, sənin abırını ətəyinə verir. Yürür, səyir səni. Qardaş, mən sənin üçün yaxşılıq elədim də. Dedim, sənin getdiyin yol uçurumdur. Bu yolla getsən, axırı yoxdur. Qorxuram ki, ölməmişlə qabaq namaz səndən alınacaq. Qəşən rəqs eləyəcəksən, mahnı oxuyub sonra öləcəksən. Pis şey səni tövsiyə elədi. Təşəkkür eləməliydin. Amma sələflər necə idi? Böyük insanlar necə idi? Böyük insanlar deyərdilər ki, sələflərdən, Rahimallahu mra'an əhdəli əxtai. Allah rəhm eləsin, dua eləyərdilər. O kişi ki, mənim xatalarımı mənə hədiyyə verdi. Yəni, mənim xatalarımı mənə deməklə, o mənə xatalarımı hədiyyə verir. Mən də qeyb onlardan istiğfar edirəm. Tövbə edib Allaha dönürəm. Onlardan təmizlənib, ahirətimi işinə saxlamayım deyə. Onlar bunu hədiyyə görərdilər. Qardaşın verə biləcəyi ən gözəl hədiyyə. Nə deyərdilər? Rahimallahu mra'an əhdəli əxtai. Allah rəhm eləsin, Allah səndən razı olsun. O kişi ki, xatalarımı mənə hədiyyə verir. Onlar bunu ən böyük hədiyyə görərdilər. Amma bizdə bizim zamanda, yox, sən varlılarla işin yoxdur, ay elm tələbəsi. Sən ancaq balaca əxilərə, zavallı əxilərə, kasıb əxilərə, ancaq onlar. Amma varlılara tövsiyə olmaz. Yəni, varlıdır, nüfuzludur. Həmçinin təkəbbürlüyün səbəblərindən də biri ittibə-əl ansar
vel aşira. O da nedir? Ben tanınmış adamım. Ben görkemli adamım. Ben Respublikada sevinirim. Bu təkəbbürlük onu getirir. Kardeş, Respublikada sevilməyin qəbirdə sənə fayda vermeyecek. Senin sevimli halk tarafından kabul olmağı o bu dünyada hiçbir ehemmiyet kəsb eləməyəcək. Bunların hiçbiri seni oddan kurtarmayacak. Sen neye sığınırsan? Neye itimat edirsən? Senin itimat ettiğin, sığındığın yer yalnız Allah Subhanahu Teala. Sonra da senin ne eylemsen o da emellerindir. Yani sen neye itimat edirsən? Mən sevənlərim çoxdur. Məni bütün Respublika sevir. Məni bütün insanlar tanıyır. Ona göre təkəbbürlü edirsən. Ona göre tövsiyə qəbul eləmirsən. Nəsihət qəbul eləmirsən. O sevenlerin yani hiçbir şey sana fayda vermeyecek. Yani vaktinde Allah'a dön. Tabii ki bu kibirin növləri çoxdur. Bunun tabii ki meydana gelme sebepleri de çoktu ve muhalece növləri de var. İbn-i Qayyim Rahimullah yani öz Deva kitabında onun muhalece növlərini getirir ve İbn-i Qayyim Rahimullah'a geten böyük bir həkim ve alim ve uzman ve ruh həkimi. Həmçinin mənəvi bir həkimdir. Onun kitablarına qayıtmaq lazımdır. Yani o tez oxunmalıdır. Və şükürlər olsun, Rus dilinə də tərcümə olundu. İngilis dilində oxuyanlar üçün İngilis dilində tərcüməsi var. Kim ərəbcə bilmir yani. Qaydın ora. Allah Subhanahu Teala bizi miskal zərrə kibirdən belə qorusun. O miskal zərrə kibir ki, cənnət əvəzinə cəhənnəmə bizə salır. Yuduzdurur, təmizləyir, ağzımız başına gəlir. Ondan sonra bizə cənnətə havası icazə verirlər. Çox təhlükəli bir şeydir. Sən təsəvvür etsən, iman əhli olaraq ölürsən və ilk girdiyin yer təmizlənmək üçün o da olacaq. Çünki o qəlbindəki olan miskal zərrə ilə cənnətə buraxılmır, icazə yoxdur. Vəziyyət yəni ciddi məsələdir. Burada nəyi göstərir? Yəni bir-birimizə qarşı anlayışlı olaq və təkəbbürün kolunun dibindən kəsək, tullayaq və Allah'a sığınaq. Hədə və sallallahu və səllim alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecmaîn.